Hər il Qurban Bayramı ərəfəsində Ağcabədi rayon icra hakimiyyətinin təşəbbüsü ilə ehtiyacı olan və az təminatlı, eləcə də şəhid ailələri və müharibə veteranlarının ailələrinə sovqatların paylanması, onların ziyarət edilməsi artıq ənənəvi xarakter daşıyır. Bu ənənə ilə ehtiyac sahibi olan ailələr sevindirilir. Ənənə bu il də davam etdirilib. Ziyarətlərdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak ediblər. Bayram sovqatları ailələrə yaşadıkları ünvanlarda təqdim olunub. Görüşlər zamanı rayon sakinlərinin bayramı təbrik edilib, onlara can sağlığı və rifah arzulanıb. Qeyd edək ki, ziyarətlər çərçivəsində ümumilikdə rayonda və ətraf kəndlərdən olan 600 ailəyə qurban payı və müxtəlif növ ərzaq yardımları göstərilib. Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Rəmziyə Həsənova, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.